Daşkəsən rayonunda qeyri-adi və narahat edici bir hadisə baş verib. Rayon sakini Kəmaləddin Kəmaloğlu aliment ödəmədiyi səbəbilə axtarışda olduğu üçün Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub. Lakin hadisənin daha mübahisəli və narahatlıq doğuran tərəfi onun polis əməkdaşları tərəfindən fiziki işgəncəyə məruz qalmasıdır. Kəmaləddin aliment ödəmək üçün lazımi imkana malik olmadığını, buna görə axtarışda olduğunu bildirib. Vətəndaşlar arasında aliment məsələləri həmişə həssas mövzu olub. Amma bu hər hansı bir şəxsin polis tərəfindən döyülməsini və öz ölkəsini tərk etməyə zorlamasını haqq qazandırmır. İddialara görə polis əməkdaşı böyük bir hüquqa malik olmadığını, belə hərəkətlərin qanunsuz olduğunu anlamalıdır. Hər kəsin hüquqları, o cümlədən mülkiyyət hüququ və fiziki toxunulmazlıq qanunla qorunur. Belə görünür ki, tamamilə anlaşılmaz səbəblərlə hüquq mühafizə orqanları bu hüquqlara biganə yanaşır. Vətəndaşın aliment ödəmədiyi üçün tutulması onun fiziki zorakılığa məruz qalmasına bəraət qazandırmır. Aliment ödəmə məsuliyyəti ata-ana münasibətlərinə görə şübhəsiz ki, vacibdir. Lakin burada diqqət yetirilməli olan əsas məsələ hansı yollarla bu məsuliyyəti yerinə yetirmək üçün təzyiq edilməsinin də qanuni çərçivədə qalmasıdır. Polis vətəndaşların hüquqlarını qorumaq üçün var, yoxsa onlara zərər vermək üçün? Bu sual Daşkəsən rayonunda yaşanan hadisələr kontekstində cəmiyyətin beynində baş qaldırır. Son illərdə polis əməkdaşlarının vətəndaşlara qarşı zorakılıq halları artmaqdadır. Bu cür hallar cəmiyyətin hüquqi sisteminə olan etibarı zəiflədir və insanların isyan etməsi üçün səbəb yaradır. Bu məsələnin dərhal açıq şəkildə araşdırılması cəmiyyətin etimadını bərpa etməyə kömək edəcəkdir. Son söz olaraq hüquq mühafizə orqanları öz vəzifələrinin nə olduğunu daha yaxından anlamalıdır. Vətəndaşların hüquqlarını qorumaq, onları təhdid etmək deyil, əksinə yardım etməkdir. Kəmaləddin Kəmaloğlu kimi insanlar cəmiyyətimizin bir parçasıdır və onlara qarşı hər hansı bir zorakarlıq heç bir halda qəbul edilə bilməz. Ətraflı məlumatı bir də vətəndaşın özündən dinləyək. Kəmaləddin Kəmaloğlu, Daşkəsən rayon Çıraqlı kəndinin sakiniyəm. Özüm aprelin 16-sı günorta saat 13 saatlərində alimentlə bağlı axtarışda olmuşam. Daşkəsən polisləri tərəfindən tutulmuşam, işgəncəyə məruz qalmışam. Məni işgəncə verə-verə Kürdəmir rayonuna qədər mənə işgəncə veriblər, döyüblər, məni orada başıma yumruqla vurublar, narkotiki qabağıma qoyublar ki, bəs bu spişka korobkasındakı olan narkotiki boynu var, bunu sən çəkənirsən, bu səndən çıxıb. Mən də o barədə məni nə qədər döydülər, boynumu almadım. Yenə də saxladılar orada yolun qırağında, yola hərəkət davam elədik. Gəncə şəhərinə kimi yenə mənə işgəncə verdilər, döydülər məni. Dedilər ki, yenə bu narkotik boynuna al, sən işin yüngülləşsin, bəs sən narkotik səndən çıxır. Mən nə qədər deyim, yalvardım ki, bəs mən döydüm, mənim burnumu qırıblar, barmağımı qırıblar, qollarım bütün qırıq-qırıqdır, mənə işgəncə veriblər. Bəs xahiş edirəm ki, cənab prezidentimdən, cənab nazirimdən, vilayət evindən, Kamran müəllimdən xahiş edirəm ki, bu barədə araşdırma verilsin. Mən niyə görə işgəncəyə məruz qalmalıyam? Məni çox pis vəziyyətə saldılar, məni döydülər, mən Daşkəsən rayon məhkəməsində də var görüntülərim, gözüm, başım pis gündədir. Mən 1500 manat pulumu, telefonumu əlimdən alıblar. Mənə dedilər ki, sən buraxdıracaq, bəs narahat olma, sən hakimlə danışmışıq, sən pulunu bəs 1500-dən hakimə də verəcək ki, səni tutmasınlar. Bəs bu barədə də mənə işgəncə verirlər. Mənə Daşkəsən polis bölməsinin KPÇ-sində, saxlama kamerasında mən orada da işgəncə verirlər. Alişanov İsmət tərəfindən döyülmüşəm, işgəncəyə məruz qalmışam. Yemək verilməyib, mənə danışıqla, hardasa gec-gec danışdırıldılar. Mənə dedilər ki, sənə dövlət tərəfindən heç bir şey ödənilməyib, biz ödəmizdən yemək alırıq, qənd alırıq, çay alırıq və sən dövlət sənə heç nə ödəmir. Mən də xahiş edirəm cənab prezidentimdən, cənab nazirimdən, mən nəyə görə dövlətimdən imtina eləməliyəm? Mənə 3 gün vaxt qoydular ki, bəs sən Azərbaycan vətəndaşlığından imtina elə, ya özünü öldür, ya da ki, narkotiki boynuma 18-ə xəbər, Aygün Qərib qızı, Ağcabədi.